Konuşma galiba. Size de kanınıza benim. Babamı öldürmek istedim. Ne bak? Kabul danışma. Babaya görüm. Paris'te seçilmiş kaç kadın şampiyonları 5 bin dolarla alışlanmaya başladı. 2024-cü il mayın 30-da 12-ci polis şöbəsindən Sabunçu rayon prokurorluğuna 1986-cı il təvəllüdlü Samir İsrafilovun qətlə yetirilməsi barədə məlumat daxil olub. Məlum olub ki, hadisə Ramana qəsəbəsinin 12-ci mədən massivində baş verib. Qeyri-rəsmi yaşadığı şəxsi öldürən Ruhiyyət Tahirova evdə saxlanılıb. 2024-cü il mayın 30-da Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edən Ruhiyyət Tahirova qeyri-rəsmi yaşadığı şəxsi öldürməsi barədə məlumat verib. Baxış keçirilməsi protokolundan görünüb ki, hadisə Ramana qəsəbəsi 12-ci mədən ev 43-də baş verib. Yataq otağında masa ilə çarpayının arasında üzü üstə uzanıqlı, yarı çılpaq vəziyyətdə ətrafında qan ləkələri olan Samir İsrafilovun meyidi, masa üzərində isə məişət təyinatlı bıçaq aşkar edilib. Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Samir İsrafilovun ölümünə ürəyin zədələnməsi nəticəsində baş vermiş massiv qan itirmə səbəb olub. Ruhiyyət Tahirova 1976-cı ildə Xocavənd rayonunda anadan olub. İstintaqla müəyyən edilib ki, mayın 30-da səhər Ruhiyyət Tahirova Samir İsrafilova münasibətlərini rəsmiləşdirib, nigaha daxil olmaq istədiyini söylədikdə sonuncu təklifinə biganə yanaşaraq onunla vaxtını keçirdiyini bildirib. İsrafilovun rədd cavabını qadın özünə qarşı təhqir kimi qəbul edib. Aralarında baş vermiş mübahisə zamanı əvvəl əlbəyaxı olublar. Samirin fiziki cəhətdən daha güclü olduğunu görən Ruhiyyə qəzəblənərək qisas məqsədi ilə masada olan bıçağı götürüb onun döş qəfəsinə bir dəfə zərbə indirib. Bu hərəkəti ilə Ruhiyyə Tahirova zərər çəkmişi qəsdən həyatdan məhrum edib. İş üzrə dindirilmiş Ruhiyyət Tahirova bildirib ki, rəsmi nigahda olduğu əri Mətbağır Məmmədov insult keçirdiyindən 2024-cü il fevralın 21-də vəfat edib. Bundan 5-6 gün sonra Samir İsrafilovla tanış olaraq onunla birlikdə yaşamağa başlayıb. Samir ona arvadı ilə boşandığını, 3 övladı olduğunu və anası ilə birlikdə NZS qəsəbəsində yaşadığını deyib. Bundan əlavə bildirib ki, 2012-ci ildə atasını öldürdüyü üçün məhkum olunub. Samirin ona qarşı münasibəti ciddi olmayıb. Buna görə aralarında mübahisələr yaranıb. O hər dəfə evlənməli olduqlarını söyləyəndə həmin şəxs hələ tez olduğunu deyib. Mayın 30-na keçən gecə evdə yeyib içiblər. Səhər saat 8 radələrində söhbət edərkən artıq birlikdə yaşadıqlarından evlənməli olduqlarını ona bir daha xatırladıb. Samir isə israrla onunla vaxtını keçirdiyini deyib. Bu cür danışmasının düzgün olmadığını söyləyəndə Samir sözlərinə məhəl qoymayıb. Oturduğu çarpaydan qalxaraq ona yumruqla zərbələr vurub. Həmin an masa üzərində olan bıçağı götürüb Samirin ürək nahiyəsinə zərbə indirib. Sonuncu sağ əli ilə yarasını tutub və üzü üstə döşəməyə yıxılıb. İstifadəsində olan mobil nömrədən 102 xidmətinə zəng edib, birlikdə yaşadığı şəxsi bıçaqla vurub öldürdüyünü bildirib. Oturub evdə polis əməkdaşlarının gəlməsini gözləyib. Keçən dəfə izah elədik, tam haqqlı sürətli hüquq vəsailələrə dair bildiriş göndərilib. Almışsınız da? Bəli. Hüquqlarımız da izah edilib. Aydındır hüquqlar, təkrar izah eləməyə ehtiyac var? Ehtiyacım odur ki, mən istəyirdim ki, qandalla yanarım işində aşağı olsun. Bir də ki, mən onu qəsdən vurmamışam. Onu araşdıracaq. Müdafiə edilmiş şəxs bildirir ki, zərər çəkmiş şəxs əvvəllər Bakı psixoloji mərkəzdə qeydiyyatda olubdur. Belə deyim ki, cəhətdən normal adam olmayıbdır. Bundan da əvvəl şəxs məişət zəmində qəsdən atasını qətlə getirib. Odur ki, hər hökmü və Bakı
Respublika Psixoloji Mərkəzində sorğu verilir. Şəxsin qeydiyyatda olması ilə bağlı və onun digər sənədlərin oradan götürülməsi ilə bağlı vəsatətimiz olacaq. Vəsatətlə bağlı bir məsələni qeyd edirəm. Yəni hökm surəti əldə olunub iş materiallarına əlavə olunub var işin içində. Digər dediniz ki, zərərçəkən psixi xəstəlikdən əziyyət çəkənlərlə bağlı. Əksəriyyət şəxs bildirirdi ki, onun psixoloji problemləri vardı və hadisə baş verdiyi gündə də şəxsi deyim ki, ölümdən hədələmişdi və bildirmişdi ki, mən sənin belə deyək ki, yəni xanım da bilirdi ki, şəxsin əvvəllər bu motivdə cinayətlər olubdur. Hesab edirəm ki, həmin mübahisə zəminində şəxs artıq qarşısındakı adamın kim olduğunu bilirdi. Təbii ki, müdafiə xarakteridir, yəni məsələlər arasında bir qiymət veriləcəkdir. Təqsirləndirilir Tahirova Ruhiyyə Hikmət qızı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə onu ötəri ki, o qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Ruhiyyə Tahirova. Deməli, siz təqsirli bilirsiniz, 120.1-ci maddə ilə xatırladıram ki, həmin maddədə, ümumiyyətlə siz özünüz maddə ilə təqsirli bilirsiniz. Təqsirli bilirsiniz. Həmin maddədə nəzərdə tutulub qəsdən adam öldürmək, digər şəxsi qəsdən həyatdan məhrum etmək cəzalandırılır 9 ildən 14 ilə qədər müddəti azadlıqdan məhrum edilir. Məhkəmə iclasında Ruhiyyə Tahirova bildirib ki, Şabranda yaşayan dayısı qızının yanına getmək üçün iş yerindən 2 günlük icazə alsa da, Samir onu rayona getməyə qoymayıb. Aralarında mübahisə yaranıb. Samir evin qapısını bağlayaraq açarları cibinə qoyub, onu söyüb, döyməyə başlayıb. O da bıçağı Samirin əlinə alıb və sinəsinə xəsarət yetirib. İbtidai istintaqda verdiyi ifadəsindən fərqli olaraq qadın bildirib ki, hadisə günü aralarında evlənmək barədə söhbət olmayıb. Tahirova, sizə şərait yaradılır, ətraflı izah edin, hadisə necə baş veribdir, aranızda nə münasibət olubdur? Getməsəydim rayona, o imkan vermədi mən rayona getməyinə, özü yedi. Yəni o kimdən gedir, bunları izah edin, danışın. Hətta bir ətraflı izah edin də, biz elə danışırsınız ki, biz hər şeyi bilirik. Elə siz deyən kimi artıq siz elə danışmalısınız ki, aydın olsun. Rəhbərlikdə mən həmən gün icazə almışdım, rayona gedirdim, dəvəciyə. Daim qızı gələ, 2 gündür qonaq. Həm də ona anamın dəbinin üstünə gedəcəkdi orada, nəsə də belə. Mən razılaşdım, yaşadığım bu oğlanla. Dedim ki, bəs necə ailə qurursak sən, rayona getmirsən. Dedim ki, mən o kimdir ki, mən onun ayağına gələm. Məni döydü, söydü, evdə altına gələn təkliflər sözlər. Özü əl atıb bıçağa, mən də əlimdən taxdım, vurmuşam. Bir dənə bıçaq sinəsindən. Amma ondan bilmədim, onu mən bilə-bilə vurmamışım. Bəs nə məqsədində vurulur? Yoxsa əl çəkmirdim mənə, qapılı bağladı, hasarı atıb cibinə. Həmən vaxtda da mənim qonşunun uşağı bizim evdə olub. Səhər-səhər. Sonra o çıxdı getdi, qonşunun uşağı çıxdı getdi, bizim mübahisəmiz başladı. Müstəntiq siz indi orada ifadə vermişsiniz, onu təsdiq edirsiniz. Nə ifadəsi? Hadisə ilə bağlı siz danışırsınız da vəkilliyindən iştirakı ilə dindirilirsiniz, ifadə vermişsiniz, orada təsdiq edirsiniz həmin ifadəni. Keçmiş ifadəni irəm. Yox, tələç başa. Tanışdığın məqsədi nə idi? Məqsədim o idi ki, ailə qurub yaşamaq. Siz əvvəllər onun adam öldürməsi ilə bağlı, cinayət töhməsi var, məlumatınız var. Bəs o neçə vaxt münasibət saxladınız onunla? Onunla bir ay elə bir çöldə görüşürdük, bir ayda sonra mənim evimə getirmişəm. Sizin evinizə gəldi. O da belə gətirmişəm ki, məni aparıb incəysə anasının yanına. Deyib, bu mənim anamdır, bu mənim qardaşımdır. Bax, bu formada. Neçə müddət bir yerdə yaşadınız? 2 ay. Bu 2 ay ərzində onun sizə qarşı münasibəti necə idi? Münasibəti valla belə də yaxşı idi. Birdən yaxşı olurdu, birdən pis olurdu, belə. Əvvəllər üzr istəyirəm. Yəni bax bu münasibət olduğunuz dövrdə onun hər hansı bir psixi pozuntusu və ya aqressiyası, gender deyirəm, özü barədə nə məlumat verir sizə? Bəs o hadisə günü spirtli şişi qəbul eləmişdiniz? O içmişdi. Siz içməmişdiniz? Əvvəllər belə davadalaşırsınız, kimsə sizin səsinizə gəlsin, sizi kim sayırsın? Belə bir şeylər olubdur. O, ancaq onun qoşular eşidirdik və səsi. Mən onu elə belə gün keçirtməyə üzr istəyəm, yenə bir ifadəmi görək. Gətirməmişəm onu gün keçirtməyə, gətirmişəm mənim ailəm olsun. Çünki mənim ailəm 30 ildə həyat yoldaşım olub. Fevralın 21-də rəhmətə gedib.
Ondan sonra demişəm ki, evdə tək qalmıyorum. Atam yox, anam yox, qardaşım, bacım yox, uşağım yox. Dedim, yəni yaşayayım bir yerdə. Mən nə bilim ki, o gəlib məni evdə döyəcək, söyləyəcək. Çünki ifadədə biraz fərqli göstərmişsən. O qızıqlandırma səbəbi nədir? Bir fərqli bir ifadə verirsən orada, müstəhdiqlər. Mən həmən günü zəng eləmişəm Skoriya. Skori gəlmədi. Sonra da ki, mən özüm zəng eləmişəm öz telefonumda 102 xidmətinə ki, mən bəs bu qan aparır bunu. Başa düşdük. Vurmamışdan qabaq durum hansı durdu? Ayaq üstə idi, siz ayaq üstə idiniz, o Ayaq üstə idi, bəli, ikimiz ayaq üstə idi. İkiniz ayaq üstə idiniz. İkimiz ayaq üstə. Neçə zərbə vurdunuz? Bir dənə bıçaq. Bir dənə bıçaq zərbəsi. Yazırsan ki, bu bahsənin əsas səbəbi Samirin mənimlə ciddi münasibət fikirləşməməsi oldu. Belə ki, mən ona hər dəfəsində evlənilməli olduğumuzu desəm də, o hələ tez olduğunu, bir müddətə qeyri-rəsmi münasibətdə qaldırmalı olduğumuzu deyib, məni fırlatdığını bildirirdi. Belə bir söz deyirdi sizə. Bu apardı mənim anasının evinə, anası da burada gəlsin. Düz sizin ifadənizdir. Bu ifadənin bu hissəsini təsdiq eləmirsiniz. Arkasını da oxuyun. 30 may 2024-cü tarixdə saat 8 radələrində onunla söhbət edib birlikdə yaşarıqsa evlənməli olduğumuzu bir daha xatırlatdım. Olub belə bir söhbət? Evlənməliyik. Yox. O isə ürəyi istədiyi kimi yaşadığım ünvana gedib gələcəyini, mənimlə vaxtını keçirəcəyini israrla deyirdi. Onun bu sözləri məni qıcıqlandırdı. Mənimlə bu cür davranmasının düzgün olmadığını deyirdi. O isə dediklərimə məhəl qoymurdu. Bundan sonra qıcıqlanan və mənimlə bu cür rəftar edə bilməyəcəyini deyib, bu cür danışacağı halda onu vurub itirəcəyimi bildirdi. O isə cavabında vurmayanın bir qeyrət olduğunu deyib, oturduğu çarpaydan qalxaraq mənim üz və bədənin müxtəlif nahiyələrindən şirrə zərbələrini vurmağa başladı. Daha sonra məndən əl çəkib çarpayda oturdu və duxum çatırsa onu vurmağını istədi. Belə olur. Mən onu bıçaqla vurduqdan sonra sağ əli ilə ürək nahiyəsində tutub oturaqlı vəziyyətdə dayandı. Mən yaxınlaşıb baxmaq istəyəndə üzü üstə döşəmənin üzərinə yıxıldı. Bu sizin ifadənizdir. Yəni, vurulmanın səbəbini burada belə izah edirsiniz. Sizin bu ifadədən belə məlum oldu ki, sizinlə evlənməməyin üstündə sizinlə mübahisəsi düşür və siz onu vurmuşsunuz. Bu qədər başqa deyəcəyin yoxdur. Zərər çəkmiş şəxsin hüquqi varisi Tural İsrafilov ifadəsində göstərib ki, Samir doğma qardaşı olsa da münasibətləri soyuq olub. Mayın 30-da xalası oğlu qardaşının öldürülməsi haqqında ona məlumat verib. Həmin gün Samirin meyidini patoloji anatomiya şöbəsindən təhvil alıb dəfn ediblər. Tural İsrafilov Ruhiyyət Tahirovaya qarşı şikayəti və tələbi olmadığını bildirib. Şahid Sərilə İsrafilova bildirib ki, fevralın 26-sında oğlundan həmin qadının kim olduğunu soruşub. Samirə Ruhiyyədən xoşu gəlmədiyini deyib və evlərinə qadını gətirməsinə etiraz edib. Mayın 30-da ona məlumat veriblər ki, Ruhiyyə Samiri yatdığı yerdə öldürüb. Zərər çəkən də sizin rəhmətli oğlunuz. Bu hadisə barədə nə eşitmişsiniz, nə bilirsiniz? Bu hadisə barəsində Ədavətli düşmənçiliyiniz olmayıb əvvəllər təqsirdə? heç tanımıram o kimdir, nəçidir. Dedim, Samir, o arxımda gələn qadın kimdir? Dedim, mama, mən onunla ailə qurmaq istəyirəm. Belə yolun ortasında mənə belə bir söz dedi. Mən oya alacam. Dedim, Samir, belə elədim ki, mən ondan xoşlamıram. O nə qadındır sən salıb gətirmişsən? Yəni var, mənim evimə. Mən də kartrat qalıram. Gələndə mənə dedim, mama, mənim dokumentimi, mənim paltarlarımı mənə ver. Dedim, ay oğlum, nə edirsən bu paltarı, bu dokumenti? Dedim, mən bu xanımla ailə qurmaq. Dedim, bu xanım bizə yaraşan xanım deyil. Dedim, amma mən qururam ailə. Dedim, Samir, mən sənin paltarları da verirəm. Samir, dokumenti də verirəm. Amma bu şəxsə, bu qıza mənim gölüm yoxdur. Bunun da 3 dənə uşağı var. Bunun ailəsi var. Həmin o şəxsi də mən öz 3 dənə yetim balalarımı belə tərbiyəsiz üstünə atmışam. Bu kimdir, nə yarva salıb gətirmişdir bizə və ya adam deyil. Dedim, amma mən quram. Dedim, Samir, verirəm, amma qadınla mənim gözüm su içmir. Sən apar uşağı öldürəcəksin. Anamızsız, akılləsiz, amoti! Ya, bunun axırına, ya. Hanım, sakit olun da. Getdi. Bunun var 48 yaşı, mənim oğlumun var 38 yaşı. Mən yetim gördümşəm. Mənim başqa deyəcəm budur ki, mənim oğlumun qanını yerdə qoymayacam. Bax, bunu bilin. İsrafilova, Bəli,
Biraz təmkinli olun, suallara cavab verin. Bəli. Ailəli idi. Bəli, mənim oğlumun 3 dənə uşağı var. Böyücün 15 yaşı var. 3 oğlu var Samirin. Sumqayıtda yaşayır, yoldaşı, özü. Samir əvvəl türmədən çıxdıq 3 ildir. Bəli, mən uşağımla türmədən çıxandan, mən uşağımla bir yerdə yaşamışam. Bu da düzgün inanın nə səbəb öldürmüşəm. Bu da danışdım. Mən eşidim, balamın qanı, nəyə görə mənim balam ölüb? Sənin evimə gəlmişəm, sən məni bağışlamışsın. Demişsən ki, sənin oğlun da yatmışdı. Hakarla yatmışdı. Bəli. Allahsız danışdın. Ruhiyyə, Nə var çalışmaq? Ruhiyyə xan, Sənin evində sən apardın. Sən özün asına deyə gəldin. Ruhiyyə. Necə? Ruhiyyə, Ya. sual imkan verəcəyik də Sən sən sifətə bax, Samirə bax. Allah yaxsın, mən Buna sən bax. oğlumun yanına düşün gəlmişsən da. Oğlumun yanına düşürsən deyə, lotu. Deyirsiniz yatdığı yerdə vurub. Bunu nə ilə sübut edirsiniz? Nə məlumatınız vardı bununla bağlı? Bununla bağlı saat 11 idi. Kimsə olubdu orada? Hep Hadisə onun vaxtı qonşular, ölçüsündən başqa kimsə yox, yoxdur. qonşular danışır belə ki, bu uşaq yatdığı yerdə, deyir biz uşaq mərfətli uşaqdır. Yəni bunun xarabasında gedəndə Yəni sizin oğlunuz deyirlər mərfətli uşaqdır. Nə məqsədlə vurmuş? Bilmirəm, mən bilmirəm, nə məqsədi hələ bugünkü günəcən bilmirəm ki, mənim balam nədən ötürü ölüb, mən bilmirəm, bax onu bilmirəm. Amma qonşular deyir ki, yatdığı yerdə bu uşağı vurub. Bu lotu gedib deyir ki, mən kişini öldürmüşəm. Bu lotu qonşulara gedib deyir ki, mən oğlanı qonşu deyim, niyə öldürmüşsən xalqın uşağını? Az ona mən zülüm çəkmişəm, lotu! Yaxşı. Başıma eləmişsiniz, sən get məni gəlməmişsin, lotu! Sənlə. Mən namusdan ki, Sənlə. qancıq. Məhkəmə nəticəyə gəlib ki, Ruhiyyə Tahirovanın Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilib. Odur ki, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. 2025-ci il yanvarın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruhiyyə Tahirova 10 il müddətinə azadlıqdan məhrum olunub. 2022-ci il sentyabrın 10-da Penitensiar Xidmətin Müalicə Müəssisəsində aldığı ağır xəsarətlərdən məhkumun ölməsi barədə Nizami rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı məlum olub ki, ayın 2-sində Qobustan həbsxanasında cəza çəkən Zahid Kəhriz Abbasov onunla eyni kamerada cəza çəkən Oleg Abişovu döyüb. Daha sonra baş nahiyəsinə stəkanla ardıcıl zərbələr endirib. 2022-ci il sentyabrın 10-na keçən gecə Böyükşor qəsəbəsində yerləşən Penitensiar Xidmətin Müalicə Müəssisəsində Oleg Abişovun ölməsi barədə Nizami rayon prokurorluğuna məlumat daxil olub. Baxış keçirilməsi protokolundan görünüb ki, hadisə Qobustan qəsəbəsində yerləşən Penitensiar Xidmətin həbsxanasında baş verib. 4-cü korpusun 94 nömrəli kamerasında cinayətin aləti olan stəkan qablaşdırılaraq götürülüb. Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi ekspertizasının rəyinə görə Oleg Abişovun ölümünə aldığı ağır travma ilə əlaqədar beyinə qansızma səbəb olub. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnaməyə əsasən 1974-cü il təvəllüdlü Zahid Kəhriz Abbasov Rusiya Federasiyası ərazisində törətdiyi cinayət əməllərinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 120-ci qəsdən adam öldürmə və 181-ci quldurluq maddələri ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Penitensiar xidmətdən verilən xasiyyətnamədən görünüb ki, o həbsxanaya 2014-cü il sentyabrın 6-sında gətirilib. Xasiyyətcə çılğın, hiyləgər, əməkdaşlara hücum etməyə, münaqişə yaratmağa, müəssisənin normal iş fəaliyyətini pozmağa və qaçmağa meyllidir. İslah olunmayıb.
Ömürlük azadlıqdan məhrum olunan Oleg Abışov həbsxanaya 2013-cü il oktyabrın 19-da gətirilib. Xasiyyətnaməyə əsasən törətdiyi cinayət əməlinə görə peşmançılıq hissi keçirməyib. İstintaqla müəyyən edilib ki, sentyabrın 2-si saat 11 radələrində Zahid Kəhriz Abbasov aralarında yaranmış mübahisə zamanı onunla eyni kamerada cəza çəkən məhkum Oleg Abışovun baş nahiyəsinə stəkanın arxa hissəsi ilə ardıcıl zərbələr endirib. Səsküyə kameraya daxil olan nəzarətçilərin müdaxiləsinə baxmayaraq Abbasov qanuna zidd əməlini davam etdirib. Həbsxana əməkdaşları biber qazından və qandaldan istifadə edib onu zərərsizləşdirəndən sonra Oleg Abışov həmin gün müalicə müəssisəsinə yerləşdirilib. Müvafiq müalicə tədbirlərinə baxmayaraq o 8 gündən sonra ölüb. Bu hərəkəti ilə Zahid Kəhriz Abbasov zərərçəkmişi qəsdən öldürüb. İş üzrə dindirilmiş Zahid Kəhriz Abbasov bildirib ki, 2014-cü ildən həbsxanada cəza çəkir. 2018-ci ildən onunla eyni kamerada cəza çəkən Oleg Abışovun siqareti olmayanda tez-tez əsəbləşib və söyüb. Sentyabrın 2-sində səhər nəzarətçi tərəfindən Olegə bir qutu siqaret, digər kamera yoldaşı Səmədağa Hənifəyevə isə bir qutu kibrit verilib. Onlar siqaret çəkəndən sonra Səmədağa kibriti cibinə qoyaraq yuxarı çıxıb və öz yerinə uzanıb. Yarım saatdan sonra Oleg oturduğu yerdə ünvansız söyməyə başlayıb. Həmin vaxt Səmədağa yatıb. Olegdən kimi söydüyünü soruşanda ona cavab verməyib. O məcbur qalaraq qapını döyüb nəzarətçini çağırıb. Məqsədi nalayiq ifadələrin qarşısını almaq olub. Nəzarətçi nəfəsliyi açıb baxıb, sonra isə örtüb gedib. Bundan sonra Oleg ona kamerada satqınlıq etdiyini bildirərək ünvanına söyüb, yaxınlaşıb onun üzünə yumruqla zərbələr vurub. İdman fəndi ilə qaldırıb onu yerə çırpıb. Ayağı yolunun pilləkəninə dəydiyinə görə başından qan axıb. Oleg əlində stəkanla üzərinə gəldikdə müdafiə məqsədi ilə qolunu burub stəkanı əlindən alıb və 2-3 dəfə başına zərbələr endirib. Səmədağa Hənifəyev oyansa da üzünü divara tərəf çevirərək mübahisəyə qarışmayıb. Həbsxana əməkdaşları qapını açıb əlindəki stəkanı atmasını tələb ediblər. Əlinə qandal vurularaq növbətçi otağına aparılıb. Orada izahatı alınarkən həkim otağında Olegə tibbi yardım göstərilib. Sonra hər ikisini rəis müavininin xidməti otağına aparıblar. Bir həftədən sonra Olegin öldüyünü öyrənib. Hesab edir ki, kamera yoldaşı düzgün müalicə aparılmaması səbəbindən vəfat edib. Məhkəmə iclasında Zahid Kəhriz Abbasov ittiham üzrə özünü qismən təqsirli bilib. Bildirib ki, istintaq vaxtı ona hər hansı təzyiq göstərilməyib. İfadəsi düzgün yazılıb. Zərər çəkmiş şəxsin hüquqi varisi Elxas Əskərov bildirib ki, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Şahid Səmədağa Hənifəyev bildirib ki, sentyabrın 2-sində yerində uzanıb yatacağını söylədikdə Oleg Abışovun dodağının altında deyinməsini eşidib. Bir müddətdən sonra qapını döyən Zahid Kəhriz Abbasov nəzarətçiyə Olegin ünvansız söyüşlər söydüyünü deyib. Həbsxana əməkdaşı sakit olmasını bildirib uzaqlaşandan sonra o yatıb. Səsküyə ayılanda Zahid Kəhrizin Olegin üzərində oturub stəkanla başına ardıcıl zərbələr vurduğunu görüb. Sonra nəzarətçilər içəri daxil olaraq Zahid Kəhrizi saxlayıblar. Məhkəmə hesab edib ki, Zahid Kəhriz Abbasovun əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.2.2-ci xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddəsi ilə düzgün tövsif edilib. O həmin maddənin sanksiyası həddində təqsirli bilinərək cəzalandırılmalıdır. 2023-cü il mayın 17-sində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zahid Kəhriz Abbasov
18 il müddətinə azadlıqdan məhrum olunub. 5